Biz baxırıq ki, Azərbaycan dili müəyyən normalarına bağlı suallarda problemlər var. Onları vurğulayacaq hansı səhvlər var. Amma burada cavab çıxarmaqda bir problem yoxdur. Cümlə quruluşunda olan səhvlərə görə fonetik, qrammatik, leksik normalların müəyyən pozulduğunu görə bilirik. Bütün suallarda, bir neçə sualda bu müşahidə olunacaq. Hələ ki, ixtisas suallarında daha çoxdur. Amma hər halda burada cavabda bir problem yoxdur. Tarixi dövrə aid sənədlər araşdırılır, araşdırma aparılır. Həmin dövrə aid olan dil normalarını araşdırırlar eləcə də. Bax, biz baxırıq burada. 3 inteqrasiya keçmişik. Fənn üstü, fənlər arası, bir də fənn daxili. Problem həyati bir problemdirsə, real, mövcud həyatda baş verən problem, qarşımıza çıxan bir problemdirsə, həyatda tətbiqi tələb olunan və real problemlərdən isə fənn üstü ola bilər. Baxırıq ki, burada fənn üstü ilə bağlı bir şey yoxdur. Baxın, fənn üstü olanların hər birini çıxdı. Qaldı fənnin daxilində müxtəlif məzmun xəttlər arasında əlaqənin qurulması. Burada belə bir şey yoxdur, çünki sənədlər araşdırılır. Yəni, deyək ki, tarixi zaman, məkanmı, dövlət, şəxsiyyət, mədəniyyətmi, bunların bir-biri ilə və yaxud daxilində əlaqəsi varmı? Baxırıq, sadəcə sənədləri araşdırır, orada da dil normalarına fikir verir. Onun üçün fənn daxili də çıxır. Baxın, burada fənn daxilini də çıxır və artıq fənn daxili çıxır və qalır yalnız fənlər arası. Bu da özünü açıq-aşkar göstərir ki, dil normaları tarix fənnində araşdırma aparan bir şagird, tarix fənnində dil normalarını əgər araşdırırsa, deməli bu Azərbaycan dili ilə əlaqəlidir. Və cavab olacaq yalnız fənlər arası inteqrasiya C-bəndir. Davam edirik. Sual 2. Daha çox dövrün qanunvericilik prinsiplərinə görə əsaslandırsınlar. Təbii dediyimiz kimi biz artıq burada açıq-aşkar Azərbaycan dilində o normalların pozulduğunu görə bilirik. Amma hər halda buna uyğun cavablar tapmaq çətin deyil. Çünki bu suallar sədədir. Bizim işlədiyimiz suallardan daha sədədir. Daha çox dövrün qanunvericilik prinsiplərinə görə əsaslandırsınlar. Biz əsaslandırma aparırıq. Bir var, şəxsi mövqedən əsaslandırırıq. Bir də var, qanunvericilik prinsiplərinə görə biz dəlil, sübut axtarırıq və onun əsasında əsaslandırma aparırıq. Əsaslandırma öz mövqeyimizə şəxsi mövqedən olmadığı üçün qanunvericilik prinsiplərinə görə əsaslandırma aparıldığından cavabımız olacaq təhlil etmək. 52-ci sualın cavabı B bəndi olacaq. Davam edirik. Yenə də taksonomiya ilə bağlı sualdır. Biz ümumiyyətlə tarixi şəxsiyyətlərdən birini seçir, hər hansı birini seçir. Onun fəaliyyətinə uyğun motivasiya edici sloqan hazırlayır. Hər kəs istədiyi birini seçdi və hər kəs seçiminə uyğun sloqan hazırladı. Bu fikri plakat, rəng, simvol, kompozisiya vasitələri ilə ifadə edir. Bloom taksonomiyasının hansı səviyyəsinin inkişaf etdirilməsinə xidmət edir? Yadda saxlayırıq. Baxın, burada sözü gedən seçimi biz özümüz seçirik və öz seçimimizə uyğun motivasiya edici sloqanı da öz təxəyyülümüzün məhsuludur. Biz yaratmaq mərhələsi ilə bağlı olan suallarda nəyi axtarırdıq? Edilən fəaliyyət sözü gedən şəxsin özünün təxəyyülünün məhsuludursa, deməli yaratmaq mərhələsi olacaq. Burada hər kəs öz təxəyyülünə uyğun sloqan hazırlayır. Plakat, rəng, simvol və kompozisiya vasitələri ilə bunları ifadə edir. Deməli, cavabımız olacaq yaratmaq mərhələsi 53-də. Davam edirik. Sual 54. Baxın, zəhmət olmasa olmalıydı. Dediyimiz kimi burada ciddi orfoqrafik səhvlər var. Müəllim toplamaq üçün istifadə edilmiş test nümunələrinin nümunəsini götürür.
müəyyən problemlər var. Cümlənin məzmununu özümüz başa düşməyə çalışaq. Burada yəni, nazirlik düşünə bilmirmi bu qədər müddətə biz bir sınaq ortalığa çıxarırıq. Həmin bir sınaqda da bu qədər səhv olması normaldır. Lakin bu test hazırki dərs proqramında seçilmiş təlim nəticələrinə uyğun gəlmir. Biz burada nə görürük? Qiymətləndirmədə uyğunluq, etibarlılıq prinsipləri keçirilib sizlə. Uyğunluq və validlik prinsipi deyir ki, keçiriləcək material, öyrədiləcək bütün məlumatlar hər biri nəticəyə uyğun gəlməlidir. Bu isə deyir, təlim nəticələrinə uyğun gəlmir. Və bu zaman biz axtarırıq ki, uyğunluq prinsipi pozulub və yaxud validlik. Obyektivliyin pozulması ilə bağlı bir izah vermir bizə. Olmadı. Humanistlik prinsipi ilə bağlı heç bir şey yoxdur. Baxın, validlik pozulub, onun tərifinə baxaq. Test ölçülməsi əvvəlcədən alınan nəticəni yoxlayır. Doğrudur. Əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən olunmalıydı ki, validlik prinsipi. Cavabımız C-bənd olur. Şəffaflıq deyil, şəffaflıq deyil, etibarlılıq da deyil. Doğru cavab validlik və yaxud uyğunluq prinsipidir. Növbət tapın, izahı dinləyin. Verilənlərdən biri effektiv müəllim-valideyn münasibətlərinə aid deyil. Müəllim siniflərdə iştirakçısı olan müsbət atmosfer yaradır. Şagirdlərin yəqin iştirakçı olduğu müsbət atmosfer yaratması ilə bağlıdır. Dediyimiz o səhvlər var cümlələrdə, amma ümumi məzmunu bu doğrudur. Bu tipli səhvlər inşallah ki, sertifikasiyada qarşımıza çıxmaz. Çox diqqətsizlik olunurdu. Suallarda bütün cümlələrin demək olar ki, əksəriyyətində bu problemlər var. Amma müsbət atmosfer yaradılması valideynlərin iştirakını nəzərdə tutursa doğrudur. Müəllim idarəyə verir ki, onun övladı təlim tərbiyəsi ilə bağlı narahatlığını həll etməyə hazırdır. Baxın, görün nə boyda səhvlər var cümlələrdə. Bunları necə götürək ki, biz nə demək istəyir? Müəllim idarəyə verir ki, övladının təlim tərbiyəsi ilə bağlı narahatlığını həll etməyə hazırdır. Yəqin məlumat bunu demək istəyir ki, müəllim valideyni ilə görüş zamanı, iclas zamanı mı, fərdi iclas zamanı məlumat verir və yaxud bunu ona hiss elətdirirmi? Təlim tərbiyəsi ilə bağlı narahatlığını həll etməyə hazır olduğunu hiss elətdirmək üçün nəsə deyir. Təbii, bu da çox böyük bir səhvdir. Müəllimlərin tələblərinə uyğun sinif fəaliyyətləri, tapşırıqlar və gözləntilər barədə məlumatlandırır. Müəllimlərin tələblərinə uyğun ifadəsi doğru deyil, amma sinif fəaliyyətləri ilə bağlı tapşırıqlar və gözləntilər barədə valideynlərin məlumatlandırılması doğru addımdır. Cümlə yenə də səhvdir. Baxın, ilk 3 variant üçü də səhvdir burada. Yəni, cümlə quruluşu səhvdir. Doğru nəzərdə tutulub, cümlələr, yəni bunu necə bir yazıb, nə hansı niyyətlə yazıb tam olaraq. Müəllimlərin övladlarının təhsili ilə bağlı olan və əlaqələrini bölüşmə icazə verir. Valideynlərin övladlarının təhsili ilə bağlı olan əlaqələrini bölüşmə icazə verir. Yəni bunu halda eyni doğruqət qayda olaraq müəllim anlamaq üçün istifadə olunan tədris materiallarının məzmununu kömək etmək üçün metodiki resurslardan təmin edir. Burada nə var? Yenə də müəllimlərin yox, yəqin ki, valideynlərin yazmaq istəyirlər bura. Biz onların yazdıqlarını təxmin etməyə çalışırıq. Valideynlərin yazıbsa, övladların təhsili ilə bağlı olan əlaqələrini, yəni valideynlə müəllim əlaqəsini bölüşmə icazə verir. Cümlə hər halda yanlış bir cümlədir. Amma valideyn müəllimi əks etdirdiyini götürərək bəndinə baxırıq. Müəllim anlamaq üçün istifadə olunan tədris resurslarının məzmununu kömək etmək üçün metodiki resurslarla təmin edir. Yenə cümlə quruluşu uyğun deyil. Ümumiyyətlə, sual və bütün variantlarda cümlələrdə səhvlik var. Amma hər halda fikir veririk ki, bu sinif fəaliyyətidir. Müəllim-şagird münasibətinə uyğun gəlir. Digərlərini yəqin ki, nəzərdə tutublar. Müəllim-valideyn münasibəti ilə bağlı hansı dildə necə yazmağa çalışıblar artıq. Onunla bağlı yəqin ki, qısa müddətdə bir açıqlama veriləcək bizə. Amma bəndində nəzərdə tutulan müəllim-valideyn yox, müəllim-şagird münasibətidir. Cavab bəndi kimi götürülüb. Davam edirik.
56. Diqqətlə baxın. Başlayaq. Valideynlə məktəb münasibətini inkişaf etdirmək üçün hansı yanaşma yanlışdır? Yanlış olanı axtarırıq. A. Münasibətləri yalnız akademikə əsaslanaraq qiymətləndirmək. Yəqin ki, akademik nəticələrə əsaslanaraq qiymətləndirmək bu yanlışdır. Yəqin ki, deyirik, çünki akademikə əsaslanaraq hər biri qiymətləndirilməlidir. Yalnız akademikə əsasən qiymətləndirilməsi valideyn məktəb münasibətlərinin inkişafı üçün doğru yanaşma deyil. Və biz onu şagirdlərin bütün inkişafı, yəni bu ümumiyyətlə valideyn məktəb əlaqələri ilə bağlı deyil. Gəlin baxaq, müntəzəm olaraq nəzarət görüşləri və tədbirləri təşkil etmək, bu nəzarət görüşləri və tədbirləri valideynlərin iştirakı ilə mümkündür. Bu aiddir. Valideynləri məktəb mühitində əldə etmək cümlə yenə də səhvdir. Bu, onların məktəbdə aktiv rol oynamalarını təmin etmək. Təbii valideyn və məktəbə aiddir. Cümlə quruluşunda səhvlik var. Müntəzəm rəy və informasiya paylaşmaq. Valideynlərlə bəli, müntəzəm olaraq rəy və informasiya paylaşmaq doğrudur. Valideynlərə maarifləndirici resurslarla dəstək təqdim etmək, bu da valideyn və məktəbə aiddir. Yalnız burada bu hissə A bəndi valideyn məktəbə aid olmayacaq. Hər halda bu cümlə quruluşunda olan o səhvləri, sözlərin özündə olan səhvləri göz ardı etməyimizə səbəb deyil. Sual 57. Müşahidə olunur ki, yuxarı siniflərdən biri öz sinif yoldaşını bullyingə məruz qoyur. Bullyingə məruz qoyur. Belə ki, tez-tez onun əşyalarını gizlədir. Əşyalara təmas var. Əşyalara təmas varsa fiziki bullyingdir. Yoldaşları ilə arasında xatirinə nə yazmaq istədiklərini oxuyub təxmin etməyə çalışaq ki, danışan sözlər deyil. Onun əleyhinə ola bilsin. Yoldaşları arasında onun əleyhinə danışan sözlər deyil, danışan çıxaq, danışır və yaxud sözlər deyil olsun. Problemin həlli üçün istifadə şagirdləri, sinif şagirdlərinin, problemin həlli üçün sinif şagirdlərinin atacağı hansı addım effektivdir yəqin istəyirlər bizdən. Necə verilirsə bu suallar elədir, amma çox böyük bir problemlər var burada. İndi A bəndində bizə yazdıqları yalnız ev. Buradan cavabı necə çıxara bilərik? Yalnız ev yazılıb A bəndində. Buradan nəsə çıxara bilmirik. B bəndi. Məktəbin idarə, müəllimləri və psixoloqları ilə görüşmək, məktəb psixoloji, emosional şəraitini yaxşılaşdırmaq üçün atmaq. Cümləni siz başa düşün. Cümləni qoyduq kənara, çünki burada olmadı. Sinifdə dərs deyən müəllimləri və məktəb psixoloqunu problemlərin həllinə kömək etmək və sinifdə mənəvi dəyərləri inkişaf etdirmək üçün addımlar atmaq. Sinifdə dərs deyən müəllimləri, məktəb psixoloqu, sinifdə mənəvi dəyərləri inkişaf etdirmək üçün addımlar atmaq. Təbii mənəvi dəyərlərin inkişaf etdirilməsi üçün addımlar atmaq problemin baş verməməsi üçün səbəblərdir. Yəni problem baş verməsin deyə onun qarşısını alma yollarıdır. Müəyyən etmək başqa, qarşısını almaq yolları başqa. Qarşısını almaq üçün bunu istifadə etmək olarmı? Olar. Müəllimləri və məktəb psixoloqu. Hər halda cümlələri düzgün formaya gətirdikdə C bəndi uyğun gəlir və cavabı C bəndi kimi götürüblər. Yəni nəzərdə doğru cavab tutublar. Cümlənin quruluşunda ciddi səhvlər var. Davam edirik. Yenə də eyni ilə A variantı yazılan ev nə mənanı ifadə etdiyini tam olaraq bilmirik. Yəni ev anlayışı bilirik, burada nə mənaya gəlir. Dərs zamanı bir neçə dərs tez-tez zarafat edir. Nazirliyin Artinin bizə verdiyi sual. Bir-biri ilə danışır və günahın diqqətini yayındırır. Sualı başa düşün. Hər halda saxlaya bilərsiniz.
Bir qrup işində lider rolunu oynar. Yəqin bir şagirddən söhbət gedir. Lakin digər qrup üzvləri ilə əlaqələri pisdir. Və bu qrupun işinin gedişinə təsir göstərir. Müəllim problemi necə həll etsə daha effektiv olar. Bunun məzmunu yəqin ki, belə yazıblar. Hər hansı bir şagird qrupun lideridir, qrup lideridir. Amma qrup liderinin qrup üzvləri ilə əlaqəsi yaxşı deyil və bu qrup işinin gedişinə də təbii mənfi təsir göstərir. Qrup üzvünün digərləri ilə münasibətinin yaxşı olmaması. Burada 1, 3, 4 yazılıb, 2 yoxdur. Burada da bir problem. 1, 3, 4 var, 2 yoxdur. O variantlarda 2 verilib. Nedir? Qrup üzvlərinə mübahisələri həll etmək mümkün olmayan yollarını müəyyən edir. 3. Şagirdə liderliyi ilə bağlı aparılan suallar vermək, problemin həllinə nail olmaq. Yönləndirici suallar verməklə nail olmaq, qrup liderinin fəaliyyətini müşahidə saxlamaq və əlavə təmin etmək. Yəqin ki, 3 ilə 4-ü düzgün nəsə bir cümlə quruluşu var ki, amma bu vəziyyətə düşməsinin səbəbi indi bilmirik, texniki problemdir yoxsa biz özümüz də testlər hazırlayırıq, testləri yüklüyürük. Ola bilər hər hansı 20 sualda, 10 sualda 1-2 orfoqrafik səhv ola bilər, amma bu qədər səhv Nazirliyin paylaşdığı həm də sualda. Bu qədər səhv, bu doğru deyil. İnşallah ki, sertifikasiya bu vəziyyətdə olmaz. Burada ciddi bir problem olmaz. Gəlin baxaq, uyğunluğu müəyyən edin. Doğru da doğru, yanlış da yanlış axtarırıq. Şagirdi fasilitasiya etmək, ona kömək etmədən tapşırıqların icrasını təmin etmək deməkdir. Şagirdi fasilitasiya yerini yetirməsi deyil. Amma bu ifadəni işlətmək istəyirəm. Yəni, əziz artı əməkdaşları, rəhbərlik edən şəxslər, sual tərtib edən müəllimləriniz yoxdursa, əməkdaşlıq edin. Yəni, bunu tərtib edə biləcək, bununla bağlı fikir irəli sürə biləcək, bunu analiz edib, bir neçə mərhələdən keçirib, gətirib burada öz nəzarəti altında salacaq müəllimlər axtarın tapın. Yəni, bu vəziyyətdə müəllimin qarşısına çıxarırsınız. Nə cümlələr danışmağı mı bilmir sizin müəllimləriniz? Və müəllimlərdə bu qədər irad tutulur müəllimlərə qarşı, o ifadələr işlədilir. Heç doğru yanaşmalar deyil, təbii ki onlar və müəllimləri bu vəziyyətdə də gülünc vəziyyət. Siz özünüzü təbii gülünc vəziyyətinə salırsınız. Belə olmaz. Bu, yəni icrasını təmin etmək demək deyil, səhvdir. Şagirdlərdə məntiqi təfəkkürü formalaşdırmaq üçün onlara məntiq xətalarını izah etmək lazımdır. Səhvdir, təbii bu da səhvdir. İndi biz baxırıq. 1 və 2 yanlışdırsa, avtomatik cavabımız 3 və 4 çıxmalıdır. 3-4 burada D bəndində görülür. Görək doğru gəlirmi həm də? Onlar da yanlış olur, yoxsa yox. Şagirdin maraq və istəklərini summativ qiymətləndirmədə nəzərə almaq effektiv müəllim-şagird münasibətlərinin qurulmasına şərait yaradır. Summativ qiymətləndirmədə maraq və istək. Bu da münasibətlərin qurulmasında müəllim-şagird münasibətlərini təsir edir. Yanlışdır. Doğru deyil. Yəni bu ifadə ümumiyyətlə doğru deyil. Summativdə maraq və istəklərin nəzərə alınması. Aslında şərait yaratması. Şagirdin müşahidə yolu ilə əldə etdiyi informasiyanı necə emal etməsi onda emosional təfəkkürün nə dərəcədə inkişaf etdiyini müəyyənləşdirmə imkan yaradır. Müşahidə yolu müəyyənləşdirmə imkan verir. Xeyr, emosional təfəkkürün inkişaf etdiyini artıq şagirdin hisslərini, hər hansı bir emosional vəziyyətdə özünü ifadə etməsi və yaxud ifadə edə bilməməsi, nə dərəcədə ifadə etməsi ilə bağlı biz müəyyən edə bilərik ki, bu da yanlışdır. Təbii yanlış olduğundan cavabımız olacaq 3-4. Bir ümumiləşdirmə apara bilərik biz əslində. Hansı ki, Azərbaycanın bu sahə ilə bağlı olan sözü keçən qurumu Təhsil Nazirliyi və ARTİ-nin tarix fənni ilə bağlı verdiyi bu metodika sualları, yalnız tarix fənni ilə bağlı verdiyi bu
metodika sualları, yalnız metodika değil, ixtisas sualları da bu vəziyyətdədir. Biz baxdıq suallara. Sualı hardasa bir 15-16 işlədik. Yəni özümüz mənalandıraraq cavabları tapmağa çalışdıq. Baxdıq ki, bu belə olmaz və sualları dayandırdıq. Elə çıxardıq ki, sualları müzakirə edə bilək. Düşünürəm ki, siz özünüz cümlə quruluşlarında olan səhvləri gördük. Təbii buna bir etiraz da etmək lazımdır. Xəbərdarlıq, biz özümüz bununla bağlı xüsusi bir paylaşım edəcəyik. Suallar onsuz sizinlə yenə də paylaşılacaq. Biz özümüz də suallar, sınaqlar paylaşacağıq. Bizi izləmədə qalın. Amma hər halda sözü keçən qurumun bu vəziyyətdə bir suallar hazırlaması, cümlə quruluşunun heç bir normaya uyğun gəlməməsi məncə yəni səriştəsiz bir tərtibçidən müsöhbət gedir. Yalnız sualı tərtib edən şəxsdən getmir söhbət. Yəni bu elə bir nədir? Mexanizm yoxdurmu bunlarda? Prosedur yoxdur. Nədir? Mexanizm yoxdurmu bunlarda? Prosedur yoxdurmu? Bu necə izlənilir? Necə dəyərləndirmə aparılır? Suallar hansı yoxlanışlardan keçirilib? Buraxılır bu qədər 4000, 5000 müəllim tək bunu işləyir. Nə dərəcədə doğru yanaşmadır? 5000-ə yaxın müəllim işlədi. Hal-hazırda yəni qeydiyyatdan keçib Teams platformasına daxil olan müəllimlərimizdən doğru deyil. Hər halda yəni bütün əziyyət müəllimlərimizin üzərindədir. Sizi çox gözəl başa düşürük. Əlimizdən gələn dəstəyi də verməyə çalışırıq. İnşallah ki, imtahana qədər də çox qalmayıb, bir 20 günümüz var. Daha az vaxtımız var. Əlimizdən gələn artıqlaması ilə dəstək verəcək. Bizi izləmədə qalın. Qruplarımızı paylaşın. Daxil olun inşallah qruplara. Biz sizə qəbula uyğun suallar paylaşacağıq. Sağ olun. Allah amanında qalın.